Bugün linzalar bölməsindən 101-ci sualın həllinə baxaq. Deyir ki, AB cismin linzada alınan xəyalın ölçüsü öz ölçüsünə bərabərdir. Linzanın baş fokus nöqtələrini müəyyən edin. Nöqtələr arasında məsafə eynidir. Mənə şərtdə qeyd edilib ki, cismin ölçüsü xəyalın ölçüsünə bərabərdir. Nə zaman bərabər olur? Əgər cismin ölçüsü 2F-də, yəni 2 qat fokusda yerləşirsə, o zaman onun xəyalı da 2 qat fokusda yerləşmiş olur. Ondan belə aydın olur ki, yəni bu iki nöqtəsi 2F olan nöqtəyə düşür. Yəni bura 2F-dir. Baxıram 2F necə damadır toplayıcı linzadan? 1, 2, 3, 4 damadır. Deməli, linzaya qədər olan məsafə ilə bərabər bölünməlidir ki, fokusla 2 qat fokus arasında məsafə eyni olsun. Baxın, deməli, linzadan fokusa qədər məsafə 2 damadır. 2 qat fokusla da fokus arasındakı məsafə 2 damadır. Digər tərəfdən həmçinin sağa doğru getsək, F neçə dama oldu? 1, 2 dama oldu. Deməli, 1, 2 damada biz fokusun nöqtəsini təyin etmiş oluruq. 2 qat fokus nə qədər idi? 4 dama idi. Yəni, bax, burada olur 2 qat fokus. Yəni, bax, 4 damada vermiş olur. Toplayıcı linzadan xəyala 2 qat fokusa qədər 4 damadır. Belə çıxır ki, fokus nöqtələri hansı oldu? 4 və 7.